Mövzumuz Çahargah əfsanəsidir. Qədim zamanlarda bir alim yaşayırdı. O, öz gözəl əməlləri ilə xalqın rəğbətini qazanmışdı. Alimin sorağı yaşadığı ölkənin hökmdarına da çatır. O, saraya cəlb etmək məqsədi ilə alimi çağırtdırır və öz yanında qalmağı ona təklif edir. Belə bir hal gələcək dərslərimizdə də keçəcəyik. Deməli, Vidadini çağırırlar, saraya dəvət edirlər, amma o sarayda yaşamağı, yazıb yaratmağı qəbul etmir. Alim də həmçinin sarayda yaşamağı qəbul etmir. Alim qərara gəlmək üçün möhlət istəyir. Hökmdar alimi 3 gün möhlət verir. Vaxt yetişəndə alim saraya gəlir və hökmdara deyir: Böyük hökmdar, sizin saray üçün dərin dərrakəli alim lazımdır. Mən isə onların səviyyəsinə dayana bilmərəm. Yəni burada nə demək istəyir? Mən deyir, onların səviyyəsinə dayana bilmərəm. Özünü alçaltmır. Sadəcə olaraq Sadəcə olaraq o demək istəyir ki, deməli, böyük hökmdar, sizin sarayı üçün dərin dərrakəli alim lazımdır. Mən isə onların səviyyəsini dayana bilmərəm. Bu sözləri deyib alim qayıdır, öz xeyirxah işləri ilə yenidən xalqa kömək etmək istəyir. Burada bu sözü deməkdə məqsədi o deyil ki, yəni özünü kiçildir. Xeyr, bu sadəcə olaraq xalqa xidmət etmək istəyir, saraya yox, xalqa xidmət etmək istəyir. Alimin cavabı, dik başlığı, açıq sözü hökmdarı hirsləndirir. Şah səxavətinin firavan saray həyatının qiymətləndirilməməsini nankorluq hesab edir. Nankorluq hesab edir. Belə bir məqam Xan Sarayı əfsanəsində də var idi ki, orada xan ustanı nankor adlandırır. Burada da şah alimin saraya gəlməməsini nankorluq kimi qiymətləndirir. Hökmdar vəziri yanına çağırıb, ondan alimin hərəkətlərinə tədbirlə cavab verilməsini tələb edir. Vəzir deyir: bax uşaqlar, deməli, burada vəzir deyir. Burada vəzir məsləhət görür. Amma ağıllı uşaq əfsanəsində də baş məsləhətçi deyirdi. Yəni, bunları qarışdırmayaq. Burada vəzir deyir, orada isə baş məsləhətçi deyir. Alimin əvvəlcə cahilliyini sübut edib xalqın gözündən salmaq lazımdır. Vəzirin fikri nə oldu? Alimin əvvəlcə cahilliyini sübut edib xalqın gözündən salmaq lazımdır. Burada məqsədi nədir? Xalqın gözündən salmaq. Vəzirin niyyətini çətin suallarla alimi çıxılmaz vəziyyətə salıb xalqın gözündə kiçiltmək idi. Sualları hazırlamaq üçün vəzir 40 gün möhlət istəyir. Deməli, vəzir 40 gün möhlət istəyir. Burada amma alimə 3 gün möhlət verirlər ki, düşünsün, daşınsın. İndi görək, 40 gün ərzində vəzirin hazırladığı sualları alim neçə gün tapacaq? 40 gün keçdikdən sonra suallar hazır olur. Hökmdar adamları meydana toplayır, alimi çağırırlar. Hər şey hazır olur, alim təmkinlə hökmdarı dinləyir. Hökmdar alimə deyir: sən öz aləməliyinlə, yəni alimliyinlə də xalqı aldatırsan. Sən heç də alim deyilsən. Sənə vəzirim suallar hazırlayıb. Bunu xalqın içində biabır eləmək istəyirlər də, yəni. Alim deyilsən, sənə vəzirim suallar hazırlayıb. Sən bu suallara cavab versən, alimliyini sübut etmiş olacaqsan. Başqa hansı əsərdə idi? Yəni, cəmaatın içində sual verir ki, sözündən dönməsin. Başqa hansı əsər idi? Ağıllı uşaq. Ağıllı uşaq nağılında da deməli, Əhməd şaha deyir ki, cəmaatın içində açım almalan sirrin ki, sözündən dönməsin. Burada da şah başqa məqsəd güdür. O, xalqın içində suallar vermək istəyir ki, alimi pərişan eləsin. Alim sürətlə cavab verir. Buyurun, suallarınızı verin. Hökmdar vəzirinə işarə edir, vəzir suallara başlayır və ulu dağın başından, indi alim vəzirin 40 gün ərzində hazırladığı suala baxaq. Görək necə sualdır. Deməli, nədir? Ulu dağın başından buraxılmış bir qoz.
Zümzümə bulağına qədər neçə dəfə fırlanır? Bu da vəzirin sualı. Alim gülə-gülə deyir. Mən sualın cavabını verməyə hazıram. Siz Ulu Dağdan Zümzümə bulağına qədər olan yolun nə qədər olduğunu, dağın nə qədər maili olmasını, bir də qozun həcmini deyin. Cəmaət alimin cavabını alqışlayır. Hökmdar, alim necə cavab verdi? Əgər deyir onun ölçüsünü desəz, mən sizə əlbəttə ki, neçə dəfə fırlandığını deyəcəm. Cəmaət alimin cavabını alqışlayır. Hökmdar və vəziri alimlə bacarmayacaqlarını görüb məyus olurlar. Artıq başa düşürlər ki, alimlə bacarmayacaqlar. Artıq sual vermək fikrindən vaz keçirlər, biabır olmaq istəmirlər. Alim evə yollanır. Ancaq onu evə getməyə qoymurlar. Testdə düşsə ki, alim evə gedir, xeyr, getmir. Evə yollanır, amma evinə çatmır. Çünki onu evə getməyə qoymurlar. Başqa ölkəyə gedən kərvana qoşurlar. Nəyə qoşurlar? Başqa ölkəyə gedən kərvana qoşurlar. Onlar yaxşı bilirlər ki, hökmdar bu heyfi alimdən çıxacaq. Deməli, cəmaət alimi özü qoymur ki, evə getsin. Çünki bilirlər ki, şah alimdən bunun heyfini çıxacaq. Ona görə onu kərvana qoşurlar. Kərvandakı hər dəvənin boynundan bir zınqırov vardı. Alim kərvan başçısına bildirir ki, əgər təklifini yerinə yetirsə, onlarla səfərə çıxmağa hazırdır. Kərvan başçısı təklifini soruşur. Alim xahiş edir ki, dəvələrin boynundakı zınqırovların yerini dəyişməyə icazə versin. Deməli, burada da şərt var. Əhməd də şərt qoyurdu ağıllı uşağın alnında ki, yəni sən mənə əgər qocaları azad etsən, mən də almaların sirrini deyəcəm. Burada da şərt qoyur. Amma kərvan başçısına şərt qoyur ki, mən səninlə kərvanla birlikdə getməyə hazıram. Amma bir şərtim var ki, zınqırovların yerini dəyişim. Kərvan başçısı alimin təklifini canla başla razı olduğunu bildirir. Ancaq səbəbini öyrənmək istəyir. Mən zınqırovların səsindən ecazkar musiqi yaradacağam. Bu bizi ölümdən qurtaracaq. Bəli, alim zınqırovları dəvələrin boynundan elə asır ki, dəvə hər addım atanda sanki mizrab bir neçə teylə dəyir. Zınqırovlar səsləndikcə onlardan yaranan musiqi dalğa-dalğa ətrafa yayılır, hamı alimin bu məharətinə heyran qalır. Gecə öz yuvalarına çəkilən quşlar musiqinin səsindən vəcdə gəlib kərvanın üstü ilə uçurlar. Musiqinin səsindən, onun dalğasından ağacların yarpaqları rəqs edir. Axşamdan bükülən güllər yenidən ləçəklənib ətir saçır. Sizə kimdən xəbər verim? Hökmdardan. Hökmdarın məqsədi nədir burada? Saraya çatan kimi alimin onun hüzuruna gətirilməsini tələb edir. Alimi nə qədər axtarırlarsa da tapa bilmirlər. Niyə görə tapa bilmirlər? Çünki cəmaət bilir ki, alimin bu hərəkətindən şah qəzəblənəcək və alimi sağ buraxmayacaq. Ona görə də onu kərvana qoşurlar. Axtarsalar da tapa bilmirlər. Hökmdar bir bölük atlını kərvanın dalınca göndərir. Atlılar kərvana yetişəndə gözəl musiqi səsi eşidirlər və bihuş olurlar. Dəvələrin yerişi ilə zınqırovlardan çıxan musiqi sədaları alimi aparmağa gələn atlıları kərvana yaxınlaşmağa qoymur. Əsir aparmağa gələnlərin özləri alimin yaratdığını əsir düşürlər. Birdən atlılar elə bil yuxudan oyanıb görürlər ki, artıq başqa ölkənin ərazisindədirlər. Alimin geri qaytarılmasının artıq müşkil bir iş olduğunu görən dəstə əliboş geri qayıdır. Burada deyilsə ki, xəbər yoxdur, əsir düşürlər, nə bilim, gedib orada qalırlar. Xeyr, başqa yerə getdiklərini görürlər, amma yenidən geri qayıdırlar. Deməli, bu əsərdə bizə nə çatdırmaq istəyir? Əfsanə ideyası nə ola bilər? Çəhərgah əfsanəsi. Burada da şahların bir növ ədalətsizliyi öz əksini tapıb və daha sonra alimi öz sarayına dəvət edir və ümumiyyətlə xanlardır, şahlardır, bunlara etiraz edənləri qəbul etmək istəmirdilər də. Və burada da alim
onun təklifini qəbul etmir. Niyə görə təklifini qəbul etmir? Xalqa xidmət göstərmək, saraya yox, xalqa xidmət göstərmək istədiyi üçün. Daha sonra deməli şah kimdən məsləhət alır? Vəzirindən. Vəziri nə məsləhət verir? Deyir ki, ona elə bir sual verək ki, rüsvay olsun da, xalq içində rüsvay olsun. Daha sonra isə 40 gün möhlət istəyir. 40 gün müddətində sual hazırlamalı idi və 40 gün içindən sonra tamam olandan sonra da ki xalqın içində sual verirlər ki, rüsvay olsun. Daha sonra isə şah özü rüsvay olur və sonra geri qaydanda, evinə geri qaydanda xalq onu qoymur ki, evinə geri qayıtsın. Çünki bilir ki, alim onun qisasını alacaq və onu kərvana qoşub göndərirlər. Kərvana qoşanda da alimin nə şərti olur kərvan başçısı ilə? Deyir ki, mən sənin kərvanınla gedərəm, əgər zınqırovların yerini dəyişsən. Beləliklə zınqırovların yerini dəyişirlər və yola düşürlər. Daha sonra isə alim bunu qəbul etmək istəmir. Şah bunu qəbul etmək istəmir. Alimi axtarır və tapa bilmir, əsəbləşir və əskərləri göndərir. Əskərlər kərvanın dalınca gələn kərvanın o səsindən, bihuş edici səsindən bihuş olurlar və başqa yerə gedirlər və sonra geri qayıdırlar. Bu qədər.